Bilirsinizmi ki Rəsulzadə olmasaydı bəlkə də Stalin olmayacaqdı. Bakı 1905. Tarix bəzən saraylarda yox, qaranlıq, üfunətli bir quyunun dibində yazılır. Bu gözlərə baxın, bu qorxu dolu baxışlar. Gələcəyin ən qəddar diktatoruna aiddir. Gənc Koba, yəni Stalin. Çar polisindən qaçır. Küçələr palçıq, hava soyuq, nəfəsi kəsilir. Arxasında ölüm, qarşısında isə sadəcə qaranlıq. Amma onu xilas edən bir əl uzanır. Bu, gənc Məmməd Əmin Rəsulzadədir. Gözlərini diktatorun gözlərinə zilləyir və sadəcə bir cümlə deyir. Gir bura. Sən bu millətə sağ lazımsan. Rəsulzadə bilirdi. Qonağını qorumaq üçün özünü atəşə atmalıydı. O süngülərin qarşısında dimdik dayandı. Öz azadlığını, gələcəyin cəlladının həyatına qurban verdi. Stalin o quyudan çıxdı. Amma illər sonra xilaskarını yox, imperiyanı seçdi. Biri Kremldə, soyuq divarlar arasında dünyanı titrətdi. Digəri isə qürbətdə, üç rəngli bayrağına sarılıb əbədiyyətə qovuşdu.